Salam əziz və dəyərli izləyicilər, hər birinizi salamlayıram öz səhifəmdə. Hər birinizi xoş gördüm. Baxmayaraq ki, neçə gündür çıxa bilmirdim efirə, üzrlü sayın. Bir gün zaman tapıb, elə vaxt tapıb, dedim elə sizlərlə bu zamanımı, vaxtımı bölüşüm. Və belə bir mövzuya keçmək istəyərdim. Bir gün. Yəni, problemin həll yolu. Yəni, istədim bir neçə də gəlib bu mövzuya toxunam. Yəni, hər birimiz cəmiyyətdə yaşayırıq, hər birimiz insanıq. Adada, meşədə yaşamırıq ki, problemlə üzləşməyik. Və kimlərsə 10 problemlə, kimlərsə gün ərzində 100 problemlə üzləşir və istədim bu mövzuya keçim. Yəni, problemin həll yolunun birincisi, yəni istədim birinci buna toxunam ki, yəni problem əgər varsa həyatınızda, ümumiyyətlə problemsiz insan yoxdur. Əgər insan yaşayırsa, diridirsə, sağlamsa demək problem var. Problem həll yolunda birinci onun altdan xətt çəkib deməliyəm ki, yəni problem varsa bunu qəbul etmək lazımdır. Yəni düsturu belədir ki, qəbul edin, inkar eləməyin. Nə qədər çox inkar eləsəniz problemi, o qədər o sizin gözlüyünüzdə, yəni baxış buzağınızda yekələyib. Baxmayaraq ki, adam da öyle bir problemdir, amma sizin gözünüzdə onu öyle şişirdəsiniz ki, yəni sizin beyniniz. Elə bil o adam boyda problemi kainat boyda bir problemə çevriləcək. Yəni insan beyninin funksiyası elədir ki, insan beynində belə deməyəm pismasın, stop sözü yoxdur deyana. Necə ki, maşında da tormoz pedalı var, tormoz pedalı yoxdur, ancaq qaz pedalıdır. Yəni, insan beynini ancaq hər şey şişirdir, qısaltmır heç nəyə. Ona görə bu adam boyda problemi, ona görə deyirəm ki, misal olaraq, kainat boyda problemə çevirəcək. Yəni, sadəcə qəbul edin, inkar eləməyin. Amma 90% insanlar əksəri inkar edir problemi. Bu da səhv yoludur. Onu sadəcə qəbul eləməklə problem var. Bunu qəbul edin, onda daha rahat olacaq. İkincisi, problem yaşanan vaxtda, problem yarananda heç vaxt kimisə günahlandırmayın, günahkar axtarmayın. Yəni, hansısa yaxınınızda, çevrənizdə olan insanları, doğma insanları, valideynlərinizdir, və yaxud dost tanışınızı, bazı qardaşlarınızı heç vaxt günahlandırmayın. Və ya da qoxum olmayan adamla tanışdığımız insanları günahlandırmayın. Əksər insanlar, yenə dediyim kimi, günahkar axtarlar, ya ətrafdakı çevrədəki olan insanları, yaxında olmaya əziz olanları, ya da ki, həyat vəziyyətini, həyatını özünü günahlandırırlar. Ümumiyyətcə, heç kimi günahlandırmaq lazımdır. Əgər dərinə belə geçsəz, görürsünüz ki, dərinə gedirsiniz, nə qədər də dərinə insan getsə, ona qədər də batıqlığa doğru gedir. Ona görə dərinə getmək lazımdır. Əgər problem yaranıbsa, heç vaxt günahkar axtarmayın. Nə insanları, hansısa bir insanı, ya da ki, həyat vəziyyətini, ümumiyyətcə həyatı. Bir də həll yoludur ki, gedib güzgüyə baxıb, əgər dərinə getsəz, yəni görürsünüz ki, günahlandırırsınız, güzgüyə gedib kimi görürsünüz. Əlbəttə ki, güclü məntiqə sahib olmaq lazımdır ki, bilmək ki, hər bir insan özünü görür güzgünün önündə. Yəni, hər bir insan günahkar əgər axtarsa özünü görməlidir. Bu problem sizə görə olur. Ətrafdakı heç kimə görə yox. Onda daha rahatdır. Birinci qəbul eləmək, inkar eləmək yox. İkincisi, günahkar axtarmaq lazımdır. Yaxın çevrədəki olan insanları. Ya da ki, həyat vəziyyətini, həyat ümumiyyətcə. Günahkar birinci özünüzsünüz. Üçüncüsü, əgər problem yaranırsa, heç vaxt sual verməyin ki, niyə görə oldu, niyə yarandı bu problem, niyə sizin başınıza gəldi. Sual verməlisiniz ki, belə bilirsiniz, niyə görə bu yarandı. Yəni, çox əksər insanlar bu sualları səhv düşünür. Elə bilər ki, niyə ilə, nəyə görə eyni suallardır, amma bu fərqli suallardır. Niyə görə problemin dərinliyə gedir ki, yəni problem buna. Amma nəyə görə təmiz başqa istiqamətə, başqa prizmadan başlayırsınız baxmağa bu problemə. Başqa baxış buzağından, nəyə görə. Amma niyə görə o başqa buzaqdan baxmırsınız. Dördüncüsü, əgər problem yaranıbsa, bunu demək istəyirəm ki, hər bir problem yarananda, yəni bilməlisiniz ki, bu problem yaranıb. Bu problem olmasaydı, hansı bir müsbət təcrübə yığmazdınız, hansı bir müsbət anı yaşamazdınız. Yəni, hər bir problemdə müsbət bir təcrübə insan toplayır, müdrikləşir, ağıllanır hər bir problemdə. Yəni hər bir problemin müsbət cəhəti var. Necə ki, ayın qaranlıq və ağ tərəfi varsa, yəni insanlar problemin ancaq qara tərəfinə baxır. Ayın o işıqlı tərəfinə baxmır. Amma ümumiyyətcə ayın o bir tərəfinə də baxmaq lazımdır. İşıqlı olan tərəfinə. Yəni bu problem yaranıb,
yaranıb. Hansı bir müsbət təcrübə yığmazdınız bu problem olmasaydı? Və bu sualı verəndə daha da rahat olur. Və istədim elə qısa da olsa bir gün bu haqda mövzunu toxunam. Problem demək, birincisi problemi inkar etmək lazım deyil, qəbul etmək lazımdır. Problem var, var. İkincisi demək, günahkar atlamaq lazım deyil, yaxın ətrafdakı olan çevrənizdə insanları və yaxud da ki, yaxın ətrafdakı yox, başqa insanları günahlandırmayın. Ümumiyyətlə həyatı, həyat vəziyyəti, həyat belə gətirdi, yəni heç vaxt günahlandırmayın. Günahkar axtarsa güzgəyə baxıb özünüzü görürsünüz. Demək, özünüzü günahlandırmalısınız. Bu ikincisi. Üçüncüsü, problem yarananda, yaşayan zaman niyə sualı verməyin? Niyə bu oldu? Niyə sizin başınıza gəldi? Sual verin ki, niyə görə bu oldu? Bu daha da başqa baxış buzağına baxırsınız bu problemə. Onda daha rahat olur sizin üçün. Səbəb başqa motivasiyadan baxırsınız. Nəyə görə sual verin? Niyə görə yox? Nəyə görə bu yarandı? Dördüncüsü də ki, bu problem olmasaydı, hansı bir müsbət təcrübə yığmazdınız. Demək, bu problem yarandı deyə siz müsbət bir hansı təcrübə yığdınız özünüz üçün. Bu problem yarandı deyən insan hikmətləşir, müdrikləşdi deyə. O nəzərdə saxlayın. Onda daha rahatdır problemə baxmaq baxış buzağından, yəni başqa baxış buzağından baxırsınız problemlərə. Çox sağ olun, məni dinlədiyiniz üçün, əziz izləyicilər. Hər birinizə uğurlu günlər. İnşallah Allah izni ilə görüşərik. Özünüzə yaxşı baxın. Allah'a emanet olun. Görüşənədək.